Təşəkkür edirəm Naidə xanım. Yenə hamınızı salamlayıram. Əvvəla qeyd edim ki, çalışdığım hematologiya kafedrası və hemofiliya mərkəzində hamının yaxşı bildiyi kimi biz hipokoagulyasiya problemləri ilə üzləşirik daha çox və hipokoagulyasiyaya məruz qalmış xəstələrin müalicəsi, onların necə deyək, həyatda tutunması, onların müalicəsi ilə məşğul oluruq. Lakin bugün hocalarımızın mənə verdiyi mövzu trombofiliya olduğuna görə praktikada biz belə xəstələrlə şöbədə, mərkəzdə demək olar ki, qarşılaşmamışıq, ancaq çalışmışam diqqətinizə bəzi məsələləri çatdırım. Daha çox ölkəmizdə bilirik trombofiliya ilə ginekoloqlar və reanimatoloqlar daha çox məşğul olur və təbii ki, kardioloqlar öz işi gərəyincə. Trombofiliya genetik və ya qazanılmış səbəblərdən trombozun əmələ gəlmə riskinin artmasına səbəb olan qan laxtalanmasının pozulması ilə səciyyələnən patoloji bir vəziyyətdir. Məhz bu vəziyyət hamiləlik dövründə bir sıra risklərə yol açır. Çünki hamiləlik zamanı qan laxtalanma sistemi təbii olaraq dəyişir. Bu göstəricilər hamiləlik vaxtı fizioloji olaraq hansı dəyişikliklərin getməsini əks etdirir. Dövr edən qan həcminin artması, dövr edən plazmanın daha çox artması, 40-50%, həmçinin plazmada zülalların artması, albumin globulin indeksinin 0,84-də bərabər olması, eritrositlərin artması, hemoglobin səviyyəsi 110-120 qram litr səviyyəsində olur, leykositlərin bir qədər artması və son trimestrdə daha çox artır, trombositlər isə cüzi artır. Bu slayda diqqətinizi cəlb etmək istərdim. Bu slayda gemostaz sistemində hamiləliyin normada, hamiləliyin ilk etaplarında və sonda gedən dəyişikliklər öz əksini tapmışdır. Mən burada istəyərdim sizin diqqətinizi cəlb edeyim o məsələlərə ki, gördüyünüz kimi faktor 8 göstəriciləri normada 75-125 olduğu halda hamiləliyin sonunda demək olar ki 500% səviyyəsində qalxır. Yəni bizim mərkəzdə daha çox müraciət edən dediyim kimi 8-ci faktor çatışmazlığı, Willi-Brandt xəstələri və digər qadınlarda bu patologiya olur və biz buna qarşı mübarizə aparırıq. Demək olar ki tromboz riski, trombozlar heç bir halda onlarda müşahidə olunmur və biz bu antikoagulyant müalicəyə müraciət etmirik. Ancaq bugünkü mövzumuz olaraq qeyd edim ki, burada protein S, protein C-lərin səviyyəsinə baxsaq, görürük ki, hamiləliyin sonuna yaxın onların səviyyəsində bir düşüş, bir emmə olur. Və bu özü də tromboz, tromboemboliya risklərini gətirib çıxara bilər. Hamiləlik zamanı fizioloji hiperkoagulyasiya baş verir, bayaq qeyd etdiyim kimi və ona görə də qanda durğunluq yarandığına görə eyni zamanda mexaniki və hormonal səbəblərlə venoz trombozların baş vermə riski 5-6 dəfəyə qədər artır. Tromboemboliyalar zamanı hamilələrdə orqanizmin bütün həyati vacib orqanlarında, o cümlədən ana, cift, döl qan dövranında inkişaf edən trombozlar baş verir ki, yəni bu trombozlar da qan dövranının pozulmasına, nəticədə isə vaskulitlər, infarktlar öz başına düşüklərə, yəni spontan abortlara, bətndaxili inkişafdan geri qalmaya, dölün antinatal ölümünə, ciftin vaxtından qabaq ayrılmasına və hamilələrdə hipertenziv vəziyyətin əmələ gəlməsinə səbəb olur. Trombofiliyalar zamanı trofoblastın dərin invaziya etmə qabiliyyəti aşağı düşür. Məhz buna görə də onun implantasiya qabiliyyəti keyfiyyətsiz olur, bu da spontan düşüklərə yol açır. Qeyd edim ki, trombofiliyaların qazanılmış genetik səbəblərdən qazanılmış trombofiliyalarda bir qayda olaraq bu spontan düşüklər hamiləliyin ilk vaxtlarında 10 həftəyə qədər baş verir. Lakin genetik trombofiliyalarda isə düşüklər daha çox hamiləliyin gec müddətində rast gəlinir. Trombozların baş verməsi haqqında 1884-cü ildə Rudolf Virchow'un irəli sürdüyü bir tendensiya var və burada yəni Virchow triadası deyə 3 səbəb müştərək olaraq iştirak edir. Onun biri və yaxud da 3-ü birdən iştirak edə bilər trombozların yaranmasında. Məsələ burada aşağı ətrafda venalarda qan durğunluğu, damar divarının zədələnməsi və qanın tromb əmələ gətirmə qabiliyyətinin artmasından, trombofiliyadan, yəni meyilliyin artmasından ibarətdir. Dünya statistikası göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
Embolik ağırlaşmalar, tromboz və hamiləlik dövrünün yəni ölüm riski gətirib çıxaran, ölüm riski ilə üzləşdirən bir ağırlaşmadır. Belə ki, 35 yaşa qədər hamilələrdə hər 1000 nəfərdən birində, 35 yaşdan yuxarı hamilələrdə isə 1000 nəfərdən 2,4, yəni 2 nəfərdən çoxunda tromboz müşahidə oluna bilər. Hətta doğuşdan sonraki 12 həftəyə qədərki müddət çox ağır, riskli bir dövrdür. Bu risk artmaqda davam edir. Ancaq ən riskli dövr doğuşdan sonraki ilk 6 həftədir. Trombofiliyanın əsas növləri bayaq qeyd etdiyim kimi genetik və qazanılmış növləri vardır. Genetik trombofiliyalar faktor 5 Leydin mutasiyası, protein S, protein C defisiti, antitrombin defisiti bu patologiyalardır ki, bu patologiyalar üçün bildiyimiz kimi bugün ölkəmizdə laboratoriyalarda trombofiliya 6 paneli tətbiq olunur və bu panel vasitəsilə həmin genetik mutasiyaların doğru diaqnostikası aparılır. Qazanılmış trombofiliyalar isə bunlara antifosfolipid sindrom və heparinlə əlaqədar, yəni heparin istifadəsinə bağlı tromboemboliyalar daxildir. Hamiləlikdə trombofiliya ilə əlaqədar risklər nədən ibarətdir? Təbii ki, bu risklər qan laxtalarının yaranması ki, bunlar da trombofiliya, hamiləlik zamanı qan laxtalanmanın artması və nəticədə dərin venaların trombozu, ağciyər emboliyası kimi ciddi vəziyyətlərə yol açır. Preeklampsiya, bayaq qeyd etdiyim hipertenziv vəziyyətlər, trombofilik qüsurlarla doğuş, plasentar tromboz və abortlar, spontan abortlar risk qrupuna daxildir. Daha doğrusu bu riskləri gerçəkləşdirir. Trombofiliyanın aşkar edilməsi məqsədi ilə hansı hallarda biz trombofiliyanın inkişaf etməsi riskini gözləyə bilərik? Təbii ki, ailə anamnezində. Qadınlarda 40 yaşa qədər tromboemboliyalar rast gəlinibsə, burada infarkt, insult, bu kimi hallar olubsa. Hamilə qadının özündə və ya qohumlarında, ailə üzvlərində resivləşən trombozların olması. Hormonal kontrasepsiya qəbulundan sonra baş verən hamiləlik və bunun fonunda təbii ki, trombozlar ola bilər. Hamiləliyin adəti, yəni təkrari düşükləri, ölü doğulmalar, bətndaxili inkişafın ləngiməsi, ciftin vaxtından əvvəl ayrılması və preeklampsiyanın erkən başlanması HELLP sindrom. Bəs trombofiliyalara diaqnostik olaraq, yəni hansı müayinə metodları aparılmalıdır ki, doğru diaqnostika aparılsın? Təbii ki, ilk öncə trombosit sayı periferik qanda, qan laxtalanma, Lewis üzrə qan laxtalanma müddəti, Duke üzrə qan axma müddəti, fibrinogen konsentrasiyası, protrombin indeksi, aktiv parsial tromboplastin zamanı, protrombin zamanı, beynəlxalq normallaşdırılmış nisbət, INR deyirik, fibrinogenin degradasiya məhsulları, protein C, protein S, antitrombin 3, həmçinin D-dimer və antikardiolipin anticisimlər. Bunlar immunoglobulin M və G olaraq, eləcə də qırmızı qur deşənəyi antikoagulantları baxılmalıdır. Hamiləlik dövründə doğuşdan sonra trombofiliyanın profilaktikası medikamentoz və mexaniki üsullarla aparılır. Trombozların medikamentoz profilaktikası hamiləlik dövründə və doğuşdan sonraki 6 həftə müddətində davam etdirilməlidir. Antinatal profilaktika əsasən aşağı molekullu heparinlərlə aparılır. Buraya fraksiparin, kliksan, fragment dalteparin sodium və tinzaparin daxildir. Bəzi hallarda fraksiyalaşdırılmamış heparindən də istifadə olunması məqsədə uyğundur. Anamnezdə tromboz və emboliya tək halda qeyd olunduqda, aşağı molekullu heparinlər yüksək dozada 12 saatdan bir verilməlidir. Ancaq anamnezdə tromboz halları bir neçə dəfə, yəni təkrarı olaraq rast gəlinibsə, bu halda həmçinin INR 2-4 vahid arasında olarsa, müşahidə olunduqda, həmin heparinlərin müalicə dozanın 75% olmaqla və ya tam müalicə dozası istifadə olunmalıdır. Antifosfolipid sindromlu hamilələrdə həmin heparinlərlə, yəni aşağı molekullu heparinlərlə yanaşı, hamiləliyin 12-ci həftəsindən 36-cı həftəsinə qədər aspirin 80-100 mg bir dəfə gündə olmaqla, glukokortikoidlər, prednizolon 20-40 mg 1-2 dəfə olmaqla təyin olunur.
Mexaniki profilaktikaya nə daxildir? Bu, təbii ki, kompression, elastik corabların istifadəsidir. 3 və daha çox risk faktoru olan qadınlarda həmin kompression corabların təyini və onların daimi rejimlə, uzun müddətli, hətta 2 ilə qədər sürən rejimdə verilməsi məqsədə uyğundur. Bu slaydları keçmək istəyirəm. Burada genetik mutasiyalar haqqında geniş məlumat verilib. Müalicə. Bu patologiyanın mexanizmindən asılı olaraq, yəni gemostazın genetik defekti və yaxud da digər defektlər hamiləlik zamanı tromboembolik fəsadlaşmaların profilaktikasında əsas yeri ana və döl üçün təhlükəsiz olan tromboz əleyhinə müalicə tutur. Hal-hazırda seçim, qeyd etdiyim kimi, aşağı molekullu, çünki bu bariyeri, yəni cift bariyerindən keçməyən, dölə mənfi zərər verməyən, qanaxma riskini azaldan, tətbiqi daha sadə olan, gündə bir dəfə olmaqla və laborator kriteriləri normallaşdıran preparatların tətbiqidir. Risk qrupuna daxil olan qadınlarda trombofiliyanın genetik forması, antifosfolipid sindrom, uzun müddətli trombozların rast gəlindiyi, residivləşən trombozların olduğu hallarda isə antikoagulantlarla müalicənin hamiləliyin əvvəlindən sonuna kimi aparılması məqsədə uyğundur. Məhz burada aşağı molekullu heparin, fraksiparinlərin istifadəsi hamiləliyin bütün müddətində müalicə alan qadınlarda preparatın təyinini doğuşa baş verəcəyi vaxtdan əvvəl dayandırmaq lazımdır. Mən burada Amerika Hematologiya Cəmiyyətinin venoz tromboembolizmi müalicəsi üçün təlimatları barədə bir-iki kəlmə demək istəyirəm. Həmin təlimatlara əsasən 2 cədvəl təqdim olunubdur. Burada hamiləlik dövründə hansı antikoagulantlar təhlükəsiz hesab olunur və süd verən dövrdə hansı koagulantlar tətbiq olunmalıdır. Hamiləlik dövründə cədvəldən göründüyü kimi aşağı molekullu heparinlərin, fraksiyalaşdırılmamış heparinlərin istifadəsi daha təhlükəsiz, xəstələr üçün daha məsləhətlidir. Nə üçün? Çünki bunlar, qeyd etdiyim kimi, cift plasenta bariyerini keçmir, ananın təhlükəsizliyinə görə daha üstündür. Plasentanı, həmçinin fraksiyalaşdırılmamış heparinlər də plasentanı keçmir və bu ona üstünlük qazandırır. Digər heparinlərdən Fondaparinux bu halda məsləhət deyil, yəni Amerika Hematoloqlar Cəmiyyətinin təlimatına uyğun onların istifadəsi əks göstərişdir burada. Çünki kiçik miqdarda da olsa plasentadan keçir və bu isə təbii ki, öz növbəsində döldə müəyyən mənfi effektlərə gətirib çıxara bilər. Həmçinin onunla bağlı klinik təcrübələr çox məhduddur. Eləcə də vitamin K antagonistləri və birbaşa oral antikoagulantlar hamiləlik dövründə antikoagulant olaraq istifadəsi məsləhət deyildir. Süd verən dövrdə isə, yəni analar üçün hansı preparatlar məsləhətlidir? Təbii ki, burada da fraksiyalaşdırılmamış heparinlər və aşağı molekullu heparinlər böyük rol oynayır və onların tətbiqinə daha geniş yer verilir. Çünki böyük ölçüyə malik olduğuna görə onlar ana südünə keçmək qabiliyyətinə malik deyil və südlə əmizdirmə dövründə uşaqda, yəni yan etkilərin yaranmasına gətirib çıxarmır. Xülasə. Hamiləlikdə kəskin venoz tromboz emboliyan müalicəsi üçün tövsiyələr nədən ibarətdir? Təbii ki, bu tövsiyələr qeyd etdiyim kimi aşağı molekullu heparinlər gündə 1 və ya 2 dəfə olmaqla müntəzəm antitrombin monitorinqi olmadan, yəni artıq antitrombinin monitorinqinin aparılmasına ehtiyac qalmır. Hamilə və ana südü verən qadınlarda bəs hansı antikoagulantlar daha təhlükəsizdir? Hamiləlik dövründə aşağı molekullu heparinlər və fraksiyalaşdırılmamış heparinlər, süd vermə dövründə aşağı molekullu heparinlər və fraksiyalaşdırılmamış heparinlərlə yanaşı varfarin, acanakumarol, fondaparinux və danaproid bunlar effektivdir. Hansı hamilə xəstələrin doğuşdan əvvəl və ya doğuşdan sonraki venoz trombozemboliya profilaktikasına ehtiyac duyulur? Hansı o hamilələr ki, əvvəllər venoz tromboz emboliya riski olub, anamnezində bu cür hallarla çox rastlaşmış hamilələr doğuşdan sonra profilaktikaya ciddi ehtiyac duyurlar. Ağır anamnezdə isə hətta dediyim kimi daimi rejimdə kompression corabların istifadəsi tövsiyə olunur. Trombofiliyası olan qadınlar üçün tövsiyələr trombofiliya və ailə tarixinə görə dəyişir. Sonda qeyd etmək istəyirəm ki, məhz düzgün diaqnostika və doğru müalicə ana və dölün rifahı halının təminatıdır.
Mən buradan təşkilatçılarımıza bir daha mənə çıxış nitqi verdiyinə görə təşəkkür edirəm və bir gematoloq olaraq kiçik bir haşiyə çıxmaq istəyirəm ki, ölkəmizdə bildiyimiz kimi qan xəstəlikləri üzrə Nazirliyimiz tərəfindən həyata, yəni nəzarətdə tutulan 4 dövlət proqramı artıq bir neçə illərdir ki, aparılır və çox uğurla davam etdirilir. Lakin qan xəstəlikləri içərisində nədənsə, hörmətli Valid doktor, mənə elə gəlir ki, məhz bu patologiyalar, tromboz, tromboemboliyalar və yəni hiperkoagulyasiya meyillik bir qədər diqqətdən kənarda qalıb. Mən belə düşünürəm. Mən çox arzulayardım ki, ölkəmizdə belə bir mərkəz olsun ki, orada məhz gemostaz pozğunluqları, hipokoagulyasiya, hiperkoagulyasiya, onların tam doğru vaxtında yetkili diaqnostikası olsun və biz vətəndaşlarımıza vaxtında doğru, düzgün xidmət göstərə bilək. Çox sağ olun diqqətiniz üçün.